Salam dostlar, hamınızı xoş gördük. Dərslərimiz davam edir. Deməli, keçən dərs biz fəlsəfə ilə əlaqəli bəzi müqəddimə xarakterli mövzulara toxunduq. Bu dərsdə yenə bir neçə məsələyə toxunacağam, müqəddimə xarakterli. Ehtimal ki, gələn dərsdən fəlsəfənin əsas mövzularına daxil olacaq. Bugün araşdıracağımız mövzular hansılardır? Birinci mövzu budur ki, fəlsəfə digər elmlərdən ayrılıb, yoxsa yox? Çünki belə bir iddia var ki, zaman keçdikcə fəlsəfə digər elmlərdən ayrıldı və ya daha dəqiq desək, digər elmlər fəlsəfədən ayrılaraq müstəqil elmə çevrildilər. Niyə? Çünki zaman keçdikcə digər sahələr, hansı ki əvvəl onu fəlsəfə araşdırırdı, digər sahələr daha çox təcrübi metodlardan istifadə etməyə başladılar və bunun nəticəsində hər biri müstəqil bir elmə çevrildi. Bu məsələni sizdən bugün araşdıraq. Deməli, fəlsəfə digər elmlərdən ayrılıb ya yox. Burada fəlsəfə deyəndə, yadınızdadsa keçən dərs demişdik ki, fəlsəfə bir geniş mənada istifadə olunur. Yəni, ümumiyyətlə, ağlın istifadə olunduğu sahələr, bunlar hamısı özündə fəlsəfə kateqoriyasına daxil olurlar. Yəni, fəlsəfə o sahəyə deyilir ki, orada rasional metoddan istifadə olunur və istənilən sahədə bu özünü göstərə bilir. Yəni, istənilən sahə, bu istər nəzəri məsələlər olsun, istər əməli məsələlər, praktik məsələlər olsun, fərq yoxdur. Hər bir sahədə fəlsəfənin, belə deyim, deməyə bir sözü var. Niyə? Çünki fəlsəfə bütün məsələlərə rasional metodla yanaşır. Ona görə fəlsəfə bütün sahələri ehtiva edir. Qədimdə bu cür baxılırdı fəlsəfəyə. Ona görə fəlsəfə ensiklopedik bir sahə hesab olunurdu. Amma müasir dövrdə fəlsəfə deyiləndə daha çox ali fəlsəfə, ilahiyyat, metafizika nəzərdə tutulur. Yəni ontologiya, fəlsəfənin ontologiya bölümü, varlığın tədqiq olunduğu sahə, müasir dövrdə fəlsəfə deyiləndə daha çox bu sahə nəzərdə tutulur. Ona görə bu iddia nə qədər doğrudur? Fəlsəfə digər sahələrdən ayrılıbmı və ya digər sahələr fəlsəfədən ayrılaraq müstəqil sahəyə çevrildilər, yoxsa bu düzgün yanaşma deyil. Burada da qeyd etmişəm, iki yanaşma var. Birinci yanaşma məşhur yanaşmadır ki, iddia olunur ki, fəlsəfə ilə digər sahələrə ayrıldılar. Niyə? Çünki fəlsəfə hadisələri tam rasional metodla araşdırır, amma bəzi sahələr empirik metoda üst tutandan sonra artıq burada nə olduğu yollar ayrıldı. Ona görə həmin sahələr özləri müstəqil bir elmə çevrildilər. Bu birinci iddiadır. İkinci iddia budur ki, xeyr, belə bir şey yoxdur. Nəyə görə? Çünki fəlsəfənin ümumiyyətlə işi nədir? Hadisələrə əqli prizmadan yanaşmaq, hadisələri əqli, rasional metodla araşdırmaqdır. Əgər fəlsəfəni biz bu cür izah etsək, o zaman fəlsəfə əvvəldən necə idisə, indi də o cürdür. Yenə də fəlsəfə bütün sahələrə əqli və rasional prizmadan baxır və onları təhlil edir. O yeni yaranan sahələr, o demək deyil ki, onlar həmin formatda əvvəl fəlsəfənin bir hissəsi idilər, sonradan ayrıldılar. Xeyr, onlar o formatda fəlsəfənin bir hissəsi deyildilər. Sadəcə olaraq həmin hadisələrə fəlsəfə bir yöndən baxır. Həmin elmlər, müasir metodologiya isə tamam fərqli bir yöndən baxır. Burada ayrılma müzakirə mövzusu deyil. Burada sadəcə olaraq yeni bir sahə meydana gəlir. Yeni bir elm meydana gəlir. Yeni bir sahənin, yeni bir elmin ortaya çıxması o demək deyil ki, onlar əvvəlcə fəlsəfənin tərkibində idilər, sonradan ayrıldılar. Bu da ikinci yanaşmadır. Deməli, birinci yanaşma deyil ki, bəli, fəlsəfə əvvəl bütün hadisələri rasional prizmadan araşdırırdı, amma sonradan tədricən empirik metod inkişaf etdikcə bəzi sahələr ayrıldı. Amma ikinci yanaşma deyil ki, xeyr, fəlsəfə əvvəldən necə araşdırırsa, indi də o cür araşdırır. Sadəcə olaraq fəlsəfənin araşdırdığı bəzi mövzulara sonradan empirik yanaşmalar, təcrübi yanaşmalar oldu və yeni sahələr meydana gəldi. Fəlsəfənin araşdırdığı həmin mövzuları başqa sahələr fərqli prizmadan araşdırdılar. Bu, o demək deyil ki, həmin sahələr fəlsəfənin daxilində idi və sonradan fəlsəfədən ayrıldılar. Bu da ikinci yanaşmadır. Bu artıq qalır nəticə oxucunun və ya dinləyicinin öhdəsinə ki, hansı yanaşma daha qane edicidir. Bu bir məsələ. İkinci məsələ fəlsəfi cərəyanlar. Deməli, dostlar, burada fəlsəfi cərəyanlar deyəndə daha çox müsəlman coğrafiyasında meydana gələn fəlsəfi cərəyanları nəzərdə tuturam. Qərbdə meydana gələnləri nəzərdə tutmuram. Müsəlman coğrafiyasında 3 əsas fəlsəfi cərəyan meydana gəlib. Məşşa fəlsəfəsi, işraq fəlsəfəsi və mütaliə fəlsəfəsi. Birinci başlayaq məşşa fəlsəfəsindən. Məşşa və ya peripatetiklər, bunlar, dostlar,
Deməli, məşşa ərəb mənşəlidir. Məşə feilindəndir. Məşə yerimək deməkdir. Məşşa yeriyən. Belə rəvayət olunur ki, qədimdə filosoflar, məsələn Aristotel, bunlar tədris eləyəndə, dərsi tədris eləyəndə ayaq üstə yeriyə-yeriyə tədris edirlər. Ona görə oradan bu söz törüyüb ki, ona görə də onlara məşşa fəlsəfəsi adı qoyulubdur. Məşşa fəlsəfəsi, peripatetiklər. Peripatetiklər bunların məşşa fəlsəfəsinin əsas iddiası nədir, dostlar? Birinci məqsəd həqiqəti qəti biliş və əminlik ifadə edən dəlillərlə tapmaqdır. Bu aydın məsələdir. Çünki fəlsəfənin əsas qayəsi həqiqəti qəti bilik və əminlik ifadə edən dəlillərlə tapmaqdır. Yəni, sənin istinad edəcəyin dəlillər fəlsəfi dəlillər olmalıdır, fəlsəfi yəqin ifadə etməlidir və bunun nəticəsində sən gəldiyin nəticə barədə səndə 100%lik qəti əminlik olmalıdır. Bu, fəlsəfənin bir nömrəli əsas qayəsidir və fəlsəfəni digər sahələrdən ayıran əsas amil də budur. Filosof, əsas məqsəd nədir? Filosofun istəyir ki, həqiqəti tapsın olduğu kimi və burada bir məsələ də var. Bəzən insan həqiqəti tapır, amma fərqində olmur. Niyə? Çünki onda yəqinlik yoxdur, əminlik yoxdur, xatircəmlik yoxdur. Amma bəzən insan tapır və ona da tam əmindir. Fəlsəfənin işi budur. 1. Həqiqəti tapmaq. 2. Həqiqəti tapdığına dair səndə tam 100% əminliyin olması. Ona görə filosofun istinad elədiyi dəlillər insana 100%lik əminlik bəxş edən fəlsəfi dəlillərdir, burhandır. Sonra, məşşa fəlsəfəsinin digər bir özəlliyi budur ki, burada istinad olunan əsas bilik mənbəyi, əsas dəlil rasional dəlildir, ağıldır. Və məşşaçı filosofun istifadə elədiyi əsas və yeganə dəlil nədir? Ağıldır. Məşşa fəlsəfəsinin nümayəndəsi o heç vaxt ağıldan başqa bir mənbəyə istinad etməz. Burada bunu qeyd edim ki, filosof ancaq ağıla istinad edir deyəndə məqsəd bu deyil ki, o ağıldan başqa digər bilik kanallarını mötəbər hesab etmir. Xeyr, belə bir şey müzakirə mövzusu deyil. Çünki bu filosoflar içərisində inançlı insanlar olub, müsəlmanlar olubdur. Və onlar tutalım ağlı qəbul etdikləri kimi, hiss üzvlərini qəbul etdikləri kimi vəhyi də qəbul edirlər və vəhyin də insanlara həqiqəti göstərdiyinə inanırlar. Sadəcə olaraq burada məsələ nədir? Burada məsələ metodologiya məsələsidir. Yəni, sən əgər çalışdığın sahənin adını fəlsəfə qoyursansa, onda orada fəlsəfi metodologiyaya riayət etməlisən. Aydındır, məsələn, riyaziyyat olsun, həndəsə olsun, kimya olsun, biologiya olsun, görürsünüz, hər bir sahənin öz metodologiyası var. Siz orada nə etməlisiniz? Əgər o sahə ilə məşğul olursunuzsa, o sahə metodologiyasına riayət etməlisiniz. Tutalım, riyazi bir məsələni yuxuda gördüyün yuxu ilə gəlib izah edə bilməzsən, əsaslandıra bilməzsən. Deyə bilməzsən ki, mən yuxuda görmüşəm və bu həqiqətdir, ona görə bu məsələni məndən qəbul edin. Xeyr, sən yuxuda görmüsən, xoş halva. Elə bir məqama çatmışsan ki, Allah sənə həqiqəti ilham edib. Amma bu mənim üçün bir riyazi həll yolu deyil. Sən mənə məsələnin riyazi həll yolunu riyaziyyətdə qəbul olunmuş qaydalara uyğun şəkildə həll edib göstərməlisən. Ona görə həqiqəti tapmaq bir şeydir. Baxın, bu çox önəmlidir. Həqiqəti tapmaq bir şeydir. Hansısa bir elmin metodologiyasından istifadə edib həqiqəti tapmaq başqa bir şeydir. Ola bilər sən həqiqəti tapırsan, amma o metod fəlsəfi metod deyil. Ona görə onu sən fəlsəfi həqiqət kimi təqdim edə bilməzsən. Bəli, həqiqətdir, amma fəlsəfə burada söz demir. Niyə? Çünki sən fəlsəfənin istinad elədiyi dəlillərdən, arqumentlərdən istifadə etmirsən. Sən həqiqəti tapmısan, amma tamam başqa bir metodla. Ona görə onun adını fəlsəfə qoyma. Burada irad, baxın dostlar, budur. Məsələ budur. Yəni, bəzən deyəndə ki, filosoflar ancaq rasional metodologiyanı qəbul edirlər. Gəlib deyirlər ki, bəs vəhiy həqiqət deyil, nə bilim, digər məsələlər həqiqət deyil. Həqiqətdir, onlar da həqiqətə aparan yoldur, amma fəlsəfi yol deyil, fəlsəfi metod deyil. Əgər söhbət fəlsəfədən gedirsə, o zaman fəlsəfi metodologiyaya tabi olmaq lazımdır. Yox, sənin məqsədin sırf həqiqəti tapmaqsa, o zaman onun adını fəlsəfə qoyma. Məcbur deyilsən ki, onun adını fəlsəfə qoyasan.
Deməli, istinad olunan əsas bilik mənbəyi ağıldır. Yalnız rasional metoddan istifadə olunur. Burada irfani metoddan istifadə olunmur. Yenə deyirəm, məqsəd bu deyil ki, irfani metod bizi həqiqətə çatdırmır. Xeyr, belə bir iddia yoxdur. Zaten İbn Sina'nın özündə Məqamatul Arifin adlı traktatı var. Orada ariflərin məqamlarına toxunur. İşaratda səhv etmirəmsə, bəli. Orada ariflərin məqamına toxunur və ariflərdən söhbət açır. Onların həqiqətini necə tapdığına işarə edir. Yəni belə bir insan gəlib deməz ki, tutalım ilham boş şeydir, vəhiy boş şeydir. Xeyr, sadəcə olaraq onun adı fəlsəfə deyil. Əsas nümayəndələr kimdir? Kindidir, Farabidir, İbn Sinadır, İbn Rüşdür, İbn Bacadır, Nəsrəddin Tusidir, Micdamaddır və s. Bunlar məşraq fəlsəfəsinin ən tanınmış nümayəndələridir. Burada birinci dərəcəli və ikinci dərəcəli filosoflar var. Məsələn, mən bunu Əllamə Təbatabainin müsahibəsində oxumuşdum. Əllamə Təbatabai filosofları iki qismə ayırır. Birinci dərəcəli filosoflar, ikinci dərəcəli filosoflar. Çox maraqlıdır. Məsələn, Təbatabaiyə görə Farabidir, İbn Sinadır, İbn Rüşdür. Bunlar birinci dərəcəli filosoflardır. Amma Nəsrəddin Tusi bunlar artıq nə deyib? Məhəmməd Hüseyn Təbatəbaiyə görə ikinci dərəcəli filosoflardır. Çünki Nəsrəddin Tusi daha çox şərhləri ilə məşhurdur. Kommentatordur. Amma o birisilər onlar müstəqil bir cərəyan yaradıblar, fəlsəfi cərəyan yaradıblar. Yəni belə bir bölgü də mövcuddur. İkinci işraq fəlsəfəsi. İşraq fəlsəfəsində də məqsəd həqiqəti, qəti bilik və əminlik ifadə edən dəlillərlə tapmaqdır. Həqiqətə çatmaq üçün ağıldan istifadə və mənəvi təmizlənmə şərtdir. Deməli, burada məşraq fəlsəfəsində fərqli bir amil var. Onu fərqləndirən bir nüans var. O nədir? Məşraq fəlsəfəsində əsas metod nə idi? Rasional metodu idi. Amma işraq fəlsəfəsində belə deyil. İşraq fəlsəfəsində ağılla yanaşı mənəvi təmizlənmə də rol oynayır və bu fəlsəfi metod olaraq qəbul olunur. Baxın, yenə deyirəm, bunu qarışdırmayaq. Mənəvi təmizlənməni zaten məşraq fəlsəfəsinin nümayəndələri də qəbul edirlər. Onlar demirlər ki, mənəvi təmizlənmə insana heç nə vermir. Xeyr. Onlar da deyir ki, mənəvi təmizlənmə insana elə biliklər, elə həqiqətlər göstərir ki, onu ağılla tapa bilməsən. Amma onlar dedi ki, bu fəlsəfi metod deyil. İşraq fəlsəfəsində isə bunun əksi deyilir. Deyilir, xeyr, ağıl fəlsəfi metod olduğu kimi mənəvi təmizlənmə də nədir? Bu bir fəlsəfi metoddur və bu fəlsəfədə bizi həqiqətə aparan yollardan biridir. Əks təqdirdə insan nə edə bilməz? Həqiqəti olduğu kimi tapa bilməz. Həqiqət ağıl və intuisiya ilə əldə oluna bilər. Deməli, işraq fəlsəfəsinə görə həqiqəti tapmağın əsas yolu bir ağıldır, ikincisi intuisiyadır. Yəni deyim, işraq fəlsəfəsində bu fəlsəfi metod kimi qəbul olunur. Amma ümumi baxanda onu dediyim kimi zaten məşraqçılar da qəbul edirlər ki, intuisiya, mənəvi təmizlənmə insanı həqiqətə aparır. Amma əsas ixtilaf nədədir? Əsas ixtilaf bunun fəlsəfi metod olub olmamasındadır. Bu fəlsəfi cərəyanın ən bariz nümayəndəsi Şəhabəddin Suhrəvərdidir. Baxın, Şəhabəddin Suhrəvərdi cəmi 36-37 il ömür sürüb və gənc yaşında edam olunubdur. Və deyilənə görə onun fəlsəfi fikirləri səbəb olub ki, o edam olunsun. Filosof sözün həqiqi mənasında baxın budur. İnsan çox ömür yaşamayıb, 37 yaş, 36 yaş, yəni yaşayıb cəmi. Amma elə əsərlər özündən sonra qoyub gedib ki, o fəlsəfədə müstəqil bir cərəyanın, fəlsəfi cərəyanın yaranmasına səbəb olubdur. Ona görə dostlar, filosof sözün həqiqi mənasında bu düşüncə dünyasında yeni cığırı aça bilən şəxsə deyilir. Yəni, hər maraqlı söz danışan ona filosof deyilmir. Fəlsəfənin öz metodologiyası var, fəlsəfənin öz yolu var, öz qanuna uyğunluğu var. Ona görə buna tabi olmaq lazımdır. Ola bilər bir insan maraqlı söz desin, bərbəzəkli söz desin, onun dedikləri xoşunuza gəlsin. Ola bilsin o insan müdrik insan olsun. Amma bu, yəni filosof olmaq demək deyil. Çünki bərbəzəkli söz, maraqlı söz, bunu deyənlər çoxdur. Yəni adi insanlar sırasında da bəzən elə maraqlı sözlər eşidirsiniz ki, insan təəccüblənir ki, bu insan çox maraqlı bir söz dedi. Amma bu demək deyil ki, o filosofdur. Filosof odur ki, düşüncə dünyasında yeni bir cığır açır, yeni bir sistem qurur və onun sistemi bütün sahələrdə öz təsirini göstərir. Kant kimi, Hegel kimi, İbn Sina kimi, Farabi kimi, İbn Rüşd kimi. Bunlar filosofdular. Aydındır, amma durun mən indi tutalım fəlsəfədən başım çıxır deyən bir 5 dənə də fəlsəfə kitabı oxumuşam deyən bir 3-5 dənə də maraqlı söz danışıram deyən durun özümü filosof elan edim.
bu, yəni yaraşmaz. Bu fəlsəfənin və filosofun çəkisini azaltmaqdır. Bəli, həqiqət ağıl və intuisiya ilə əldə oluna bilər. Bu fəlsəfi cərəyanın ən bariz nümayəndəsi dediyimiz kimi Söhrəvərdidir. Cəmi 37 il yaşayıb. O, Pifaqor və Platonu bu fəlsəfi cərəyanın əsas təsisçiləri hesab edirdi. Söhrəvərdiyə görə Pifaqor və Platon bu cərəyanın əsas təsisçiləridir. Niyə? Çünki onlar da mənəvi təmizlənməyə önəm verirdilər. Söhrəvərdinin həqiqətə çatmaq üçün yalnız mənəvi təmizlənməni şərt bilməsi iddiası yanlışdır. Baxın, belə bir iddia var ki, Məşraq fəlsəfəsinə, İşraq fəlsəfəsini bir-birindən ayıran əsas amil budur ki, Məşraq fəlsəfəsində yalnız ağla isnad olunur, amma İşraq fəlsəfəsində yalnız mənəvi təmizlənməyə, nəfsin təzkiyəsinə isnad olunur. Bu yanlışdır. Nəyə görə yanlışdır? Çünki Söhrəvərdi özü ağlı şərt bilirdi. Fəlsəfədə əqli, rasional metodu şərt bilirdi, fəlsəfi ağlı şərt bilirdi. Fəlsəfi ağıl olmadan həqiqətə çatmağı mümkünsüz hesab edirdi. Ona görə Söhrəvərdiyə bu cür rəy nisbət vermək ki, Söhrəvərdi məşraqçılardan fərqli olaraq yalnız mənəvi təmizlənməni əsas hesab edirdi. Bu yanlışdır. Söhrəvərdiyə görə ağıl əsasdır və ağlın yanında mənəvi təmizlənmə də əsasdır. Bunlar neynir? Bir-birini tamamlayır Söhrəvərdiyə görə. Bunlar medalın iki yüzüdür. Biri olmasa o birisi öz funksiyasını itirəcək. Deməli, o Söhrəvərdi neynirdi? Bu yolda fəlsəfi ağlın zərurətini hər fürsətdə vurğulayırdı. Söhrəvərdi əqli elmlərdə kamil biliyə yiyələnməyən şəxsin İşraq fəlsəfəsini anlayamayacağını deyirdi. Baxın, Söhrəvərdi öz əsərlərində nə deyirdi? Əqli elmlərdə, rasional elmlərdə kamil biliyə yiyələnməyən şəxs heç vaxt onun təhsil etdiyi İşraq fəlsəfəsini doğru düzgün anlaya bilməz. Deməli, bu İşraq fəlsəfəsini anlamaq üçün nə etmək lazımdır? Əqli, rasional elmlərdə kamil biliyə yiyələnmək lazımdır. O, həmçinin mənəvi təmizlənmə olmadan həqiqi alim, filosof olmağın mümkünsüz olduğunu deyirdi. Bəli, onu da deyirdi, bunu da deyirdi. Həm əqli, rasional biliyin, fəlsəfi ağlın zərurətini vurğulayırdı. Həm də deyirdi ki, təkcə ağılla insan həqiqi filosof, həqiqi alim ola bilməz. Həqiqi alim olmaq üçün həm fəlsəfi ağla ehtiyac var, həm mənəvi təmizlənməyə ehtiyac var. Və o deyirdi ki, mənəvi təmizlənmə nəticəsində yaranan intuitiv idrak, yəni ruhani intuisiya, mükaşifə, birbaşa görmə rasional idrakdan daha üstündür. Deməli, Söhrəvərdi həm fəlsəfi ağlı, yəni rasional metodu önəmli sayırdı, həm də mənəvi təmizlənməni önəmli sayırdı. Sonra isə o müqayisə edirdi ki, düzdür, bu ikisi də lazımdır, amma müqayisə eləsək hansı daha üstündür? Mənəvi təmizlənməni o daha üstün hesab edirdi. Niyə? Çünki mənəvi təmizlənmə nəticəsində gələn bilik o heç bir başqa kanaldan, başqa bilik mənbəyindən gəlmirdi. O ancaq mənəvi təmizlənmənin bəhrəsidir. Ona görə Söhrəvərdi mənəvi təmizlənmə nəticəsində, mükaşifə nəticəsində yaranan biliyi daha üstün hesab edirdi. Əlbəttə, mən düşünürəm ki, bu müqayisə məncə natamamdır. Ümumiyyətlə, ağılla mənəvi təmizləmə və ya rasional idrakla intuitiv idrak arasında müqayisə aparmaq lazım deyil. Niyə? Çünki hərəsinin öz funksiyası var, hərəsinin özünə aid idrak predmetləri var ki, biri o birini əvəz edə bilməz. Məsələn, ağıl elə bir funksiya sahibdir ki, onu intuitiv idrak heç vaxt əvəzləyə bilməz. Tutalım, bizim gördüyümüz həqiqətləri ağıl təsdiqləyir. Hətta intuitiv idrak nəticəsində bizdə yaranan, yəni mükaşifə nəticəsində bizdə yaranan, yəni arifdə yaranan o bilik, o həqiqət, o ancaq ağlın köməyi ilə öz təsdiqini tapır. Ağıl olmasa, o intuitiv idrakdır, ilhamdır, vəhyidir, bunlar heç biri öz təsdiqini tapmaz. Ona görə mən bu məsələlərdə bilik kanalında, istər ağıl olsun, istər hiss üzvləri olsun, istər vəhiy, ilham olsun, yəni intuitiv idrak olsun, mən bunlar arasında müqayisə aparmağın heç bir vəclə tərəfdarı deyiləm. Bunların hər birinin özünə aid sahələri var, idrak sahələri var. Ona görə hərəsi öz funksiyasını icra edir. Bəli, bunlar bir yerdə olsa daha kamil olar. Yəni, bir insan həqiqəti tapmaq istəyirsə, hər üçündən də istifadə etməlidir. Amma indi adını fəlsəfə qoyacaq, irfan qoyacaq, nə qoyacaq, o başqa bəhsdir. O artıq adlandırma, o texniki məsələdir dostlar. Baxın, texniki məsələdir. Aydındır, tutalım, bayaq misal çəkdim. Bir riyaziyyat məsələsi var, hesab məsələsi var. Bir var, sən onu riyazi metodlarından istifadə edib tapırsan, bir də var, yuxuda sənə vəhiy olur məsələn. İndi, əgər biz nəticəyə fokuslansaq, fərqi yoxdur. Mən əsas odur ki, həqiqəti tapmışam. İstər riyazi metoddan tapım, istər vəhiy ilə tapım, fərqi yoxdur.
Əsas odur həqiqətdə tapmışam. Bir də var, mən adlı qoymaq istəyirəm buna. Yəni mən yuxuda gördüyüm şeyə adına riyaziyyat qoya bilmərəm. Mən gedib deyə bilmərəm ki, bax, mən riyazi biliyimə əsaslanıb sizə nəticəni təhvil verirəm. Belə bir şey iddia edə bilmərəm. Çünki riyazi bilik, riyazi metodologiya konkret şərtləri var. Siz gedib ona nəticəni verəndə sizdən həll yollarını istəyəcəklər ki, bunu necə həll eləmisən? Göstər bizə. Amma sən durub onlara yuxudan danışsan, onlar sənə etimad eləməyəcəklər. Bəli, onlar sənə deyə bilərlər ki, sənin gəldiyin nəticə doğrudur, amma bu riyazi həll üsulu deyil. Aynında mənim demək istədiyim baxın budur. Mənəvi təmizlənmə və ağıl və həmçinin hiss üzvləri, bunlar hərəsinin öz idrak etdiyi predmetlər var, mövzular var. Bunlar hər biri bizi həqiqətə aparan bir yoldur fərqli aspektlərdən. Aynında bir insan əgər məqsədi həqiqətə çatmaqsa, bu üçündən də istifadə edəcək. Yox, bir insan texniki məsələləri tənzimləmək istəyirsə ki, nəyə fəlsəfə deyim, nəyə irfan deyim və s. onda qeyd olunan məsələlərə riayət etmək lazımdır. Yəni metodologiya məsələsinə riayət etmək lazımdır. Bəli, Suhrəverdinin digər bir xüsusiyyəti budur ki, Suhrəverdi öz əsərlərində, fəlsəfi əsərlərində dini mətnlərə də istinad edirdi. Qurana və hədislərə istinad edirdi. Məsələn, burada mən bir qeyd gətirmişəm Suhrəverdinin əsərindən. Deməli, o Fəcr surəsinin 27 və 28-ci ayəsini belə izah edirdi. Ya əyyətühən nəfsul mutmainnə irci'i ilə rabbik radiyətən mardiyyə. Ey xatircəm olan kəs, sən ondan, yəni Allahdan, Allah da səndən razı olaraq dön. O səndən, sən də Allahdan razı olaraq dön Rəbbinə. Baxın, burada Suhrəverdinin çox qəşəng bir mülahizəsi var. Buyurur ki, Quran ki deyir dön, dönmək nə deməkdir? İnsan hara dönür? Dönmək odur ki, sən əvvəl bir yerdə olmusan, sonra oradan ayrılmısan, indi təzədən ora dönmək istəyirsən. Amma sən əgər bir yerdə heç vaxt olmamısansa, burada artıq dönmək müzakirə mövzusu deyil. Məsələn, tutalım, Misirdən də misal gətirilir. Biri sənə gəlib desə ki, dön Misrə, mənası nədir? Mənası budur ki, sən əvvəl Misirdə olmusan, qayıtmısan, indi sənə deyirlər ki, dön Misrə. Amma sən birinci dəfə gedirsənsə Misrə, heç kim sənə deməz ki, dön Misrə. İndi Suhrəverdi deyir ki, ayədə də çox maraqlıdır. Deyilir ki, dön Rəbbinə. Bu nə deməkdir? Bu o deməkdir ki, əvvəl biz nə idik? Arada bir birlik vardı, vəhdət var idi. Ki, bu Suhrəverdinin nur nəzəriyyəsinə əsaslanır. Ki, nur, fərdi nur var, külli nur var və insan təkamül etdikcə o fərdi nurlar külli nura birləşir, çünki mənşəyi oradır. Suhrəverdi baxın bu cür izah edir ki, bizim nurumuz əvvəldə, varlıq nurumuz əvvəldə Allahın o külli nuruna bitişik idi, sonradan ayrıldı və indi təzədən nədir? Ora qayıtmaq lazımdır. Baxın, çox maraqlı bir yanaşmadır. Görürsünüz, Suhrəverdi bunu rasional prizmadan izah eləmir. Bunu o mənəvi təmizlənmə nəticəsində yaranan mükaşifədən qaynaqlanan bir izah kimi qeyd edir. Çünki bir filosof tutalım, sırf rasional metodundan bu ayəyə baxsa bir qənaətə gəlir, amma bir filosof ki, o rasional metodundan, rasional idrakdan əlavə onda mənəvi təmizlənmə və intuitiv idrak var, mükaşifə var. Onun ayəyə yaxınlaşması, ayədən başa düşdüyü, ayənin batinindən əldə etdiyi məna və ya çıxarış görürsünüz tamam fərqlidir. Ona görə bu həqiqətə çatmaq üçün nə edirdi? Suhrəverdi mənəvi təmizlənməni şərt bilirdi və o mənəvi təmizlənmə əsasında Quran ayələrinə, hədislərə yaxınlaşanda görün necə möhtəşəm nəticələr əldə edirdi. Əsas nümayəndələr kimdir? Şahabuddin Suhrəverdi, Qutbuddin Şirazi, Şəhruzuri. Bunlar kimlərdir? İşraq fəlsəfəsinin əsas nümayəndələri. Və sonuncu mütaliə fəlsəfəsi. Mütaliə fəlsəfəsi digər iki fəlsəfi cərəyanlardan nə ilə fərqlənir? Fərqi budur ki, burada burhan, yəni fəlsəfə, irfan, yəni mənəvi təmizlənmə və Quran, din. Bu üçünü özündə birləşdirən yeni bir fəlsəfi sistemdir. Mütaliə fəlsəfəsi bu üçünü özündə birləşdirən yeni bir fəlsəfi sistemdir. Və iddiası da budur ki, bu fəlsəfi cərəyanın banisi Molla Sədradır. İddiası da budur ki, o elə bir yeni sistem yaradır ki, orada artıq irfan, Quran, burhan arasında qopuqluq yaranmır. Hər üçü birlikdə eyni məqsədə, eyni hədəfə xidmət edir. Mütaliə fəlsəfəsində dostlar çox orijinal mövzular var. Məsələn, varlıq mövzusu özü mütaliə fəlsəfəsində çox orijinal. Yəni varlığın, belə deyim, izahı.
Məsələn, varlığın orijinallığı, varlığın təkliyi və s. Çox orijinal mövzular var, çox orijinal nəticələr var ki, digər əvvəlki fəlsəfi cərəyanlarda, filosofların nəzərlərində olmayıbdır. Ona görə mütaliə fəlsəfəsi ciddi mənada fərqlənir. Dediyim kimi, varlıq məsələsi, ruhun varlığı, yaranması məsələsi. Məsələn, mütaliə fəlsəfəsində ruhun varlığına və yaranmasına verilən izah klassikadan tamamilə fərqlənir. Tamam yeni, tamam fərqli bir baxış var. İdraç məsələsi həmçinin, digər məsələlər ümumiyyətlə, varlıq məsələsi, axirət məsələsi, məad məsələsi, burada tamam fərqli bir yanaşmalar var. Ona görə mütaliə fəlsəfəsi də müstəqil bir fəlsəfi sistem cərəyanı olaraq qəbul olunur və digər iki fəlsəfi sistemdən fərqlənir. Və burada bir məsələni də qeyd edim. Molla Sədra İbn Ərəbidən ciddi mənada təsirlənib. İbn Ərəbinin vəhdət-i vücud nəzəriyyəsindən ciddi şəkildə təsirlənib. Hətta Əlamə Həsənzadə Amili iddia edir ki, Əsfar, yəni Molla Sədranın əsas şah əsəri, fəlsəfi şah əsəri olan Əsfar, o İbn Ərəbinin vəhdət-i vücud nəzəriyyəsinin şərhindən və fəlsəfi izahından başqa bir şey deyil. Əlbəttə, bunu qeyd edim ki, Əsfarın əvvəllərini oxuyanda görürük ki, orada bir klassik yanaşma var. Məşşa fəlsəfəsinin yanaşması özünü göstərir. Orada da varlıq bölünür hissələrə. Vacib varlıq, mümkün varlıq, necə ki, digər fəlsəfi cərəyanlarda bu bölgü var idi. Amma bu başlanğıcdır. Yəni Molla Sədra başlanğıcda o klassikanın metodologiyasını izləyir. Amma tədricən artıq orada nə görürük? O klassikadan vəhdət vücuda keçid görürük. Ona görə elə çox yox, birinci cildin özündə, Əsfarın birinci cildin özündə Molla Sədra vəhdət vücud nəzəriyyəsinə yavaş-yavaş yaxınlaşır və hətta ariflərin məşhur sözü olan hər şey illüziyadır, hər şey vəhmdir, xəyaldır, onu belə kitabında qeyd edir. Ona görə ustadlar deyirdi ki, fəlsəfə ustadlar deyirdi ki, Molla Sədra əvvəlcə fəlsəfi metodologiyanı izləyir, özündən əvvəlki klassik metodologiyanı izləyir. Lakin bu əvvəldədir. Tədricən isə o irfani metoda, irfani nəzəriyyələrə yavaş-yavaş daxil olur. Ona görə ustadlar həmişə tövsiyə edirlər ki, Molla Sədranın fəlsəfəsini başa düşmək üçün insan bir dövrə nə olmalıdır, bir kurs nə oxumalıdır? İrfan oxumalıdır. Bizim ustad deyirdi ki, Ustad Rəməzani, o deyirdi ki, ümumiyyətlə fəlsəfə necə oxunmalıdır? Birinci məşşa fəlsəfəsi oxunmalıdır. Məsələn, Təcridül Etiqadın təcridin fəlsəfə bölümü. Məsələn, birinci o təcridin fəlsəfi bölümü, Xacə Nəsrəddin Tusinin Təcridül Etiqad əsəri ki var, onun fəlsəfi bölümü birinci oxunmalıdır. Bu məşşa fəlsəfəsinə tanışlıq üçün yaxşıdır. Ondan sonra İbn Sinanın əsərlərini oxumaq olar, İşarat, Şifa. Bu birinci mərhələdə zəruridir. Çünki ilk yaranan cərəyan odur, fəlsəfi cərəyan odur, onu bilmək lazımdır. İkinci mərhələdə bir dövrə, bir kurs irfan oxumaq lazımdır. İbn Ərəbi irfanını. İbn Ərəbi irfanını oxuyandan sonra növbəti mərhələdə mütaliə fəlsəfəsini oxumaq lazımdır. Niyə? Çünki birincisi bu irfan və mütaliə fəlsəfəsi necə yarandı, nəyin müqabilində yarandı, bunu başa düşmək üçün birinci məşraf fəlsəfəsini oxumaq lazımdır. İkinci, mütaliə fəlsəfəsini dəqiq başa düşmək üçün də irfanı oxumaq lazımdır ki, orada irfani metodlardan, irfani yanaşmalardan və irfanın ana mövzusu olan vəhdət vücud nəzəriyyəsindən necə təsirlənmə var, onu başa düşək. Aydındır, əgər bir sistem ki, vəhdət vücud nəzəriyyəsi üzərində qurulub, İbn Ərəbinin irfanı üzərində qurulub, təbii ki, o sistemi başa düşmək üçün birinci növbədə irfanı da oxumaq lazımdır. Ona görə Ustad Rəməzani öz dərslərində bunu həmişə tövsiyə edir ki, birinci məşraf fəlsəfəsini oxumaq lazımdır, sonra irfanı oxumaq lazımdır, sonra mütaliə fəlsəfəsini oxumaq lazımdır. Bu fəlsəfi cərəyanlar haqqında qısa məlumat idi. Təbii ki, daha geniş məlumat vermək olardı, amma ehtiyac görmürəm. Başlanğıc üçün bu qədər yığcam məlumat kifayətdir. İnşallah böyük ehtimal gələn dərsdən fəlsəfənin əsas mövzularına daxil olacaq. Bu günlük bu qədər. Görüşənədək.